Hər kəsə salam qızlar, necəsiz? Deməli qızlar, bu dünənki videomuzun davamıdır. Dünən yarımçıq qalmışdı. Ona görə istədim ki, videomuzun davamını sizlər üçün çəkim. İndi qızlar, Leyloş gəlir. Mamamın bişirdiyi bu şirniyyatın da tarifini sizlər üçün bölüşürəm. Getdik. Qızlar, deməli bu şirin çörəyi belə hazırlayırlar. Şirin çörək deyil, İrəvan kətəsidir. İran kətəsi? İrəvan, yox. İrəvan kətəsi. İrəvan kətəsini belə hazırlayırlar. Bunun üstünə vurduğu nə idi? Umaç, yağ, un, vanil, Yağ, un, içində vanil. duz. Bir də İçini qoz atmısan? yox. O demədim qoz atacam. Qoz eləyim, yenəm də qozu çəkmirəm də özüm. Bir şeydir. Ərinirsən? Mənim çox ərincəkdir dostlar. Hədsiz dərəcədə çox ərincəkdir. Ona görə çəkmir. Yəni deyim sizə bilin. Bilin, tanıyın. Bacı, xoş gəlmisən, həmişə sən gələsən. İzləyicilərə də salam. Şurallaha dostlar, artıq Leyloş sağalır. Mən sağalma qədər uşaq mən yaddaşım. Uşaq mən yaddaşım. Gör nə alıb xala sənə, gör nə alıb xala sənə, bax. Aşxalaya bu cür səni nə almışsın? Görmürəm necə bax. Ne eləyir? Abi eləyir. Amma uşaqlara da görürsün, yadına salır. Mən Nə bir uşaqlar gəlib? Aşkım. Melis. Xalanın yanına diləyirəm. Gel. Yeri istəyir mən belə xalazat tanımıram. Görmürəm necə. Gel. Mən belə xalazat tanımıram. Xalaya sağ ol elə, xalaya aşkım, gel mama yana. Xalaya sağ ol elə. Öpücük göndər Yaxşı, onda xalaya. Melis, da mən gedim, da mən gedim. göndərin. Da mən gedim. Sağ ol elə. Yola salsan beni. Və yaxud da bax sağ ol elə. Denə yox, getmə danışır. Gedim Melis. Denə yox. Ətlər, Kərimi getsən məni tanıyardı ya Allah haqqı. Sən dedim sən uşaq hocada oynayardı, yazıq Mən hayır. istədim ki, toz Məryəm dedim dünyanı daldı. Yox, sonradan çıxardacaqdım. Aa, nə dünyada olacaq? Onu da Aa, gətirərəm. Melisi. Gel bana O bak. başına bax yazıq sən Allah. Gel bak. Gel, gel. Çox teşekkür maşallah. Gel, Leyla var. Derim indi mən də gedib arası görəndə mən də beləyər. Xatın. Azərbaycan xanım olacaq Melis. Allah onun utanmağına Sağ var. ol, xalası, təşəkkür. Amma izcim indi şişə alıb xalasa. Buyur. Oynayır. Ay Melis. Nə oldu bəs mama ilə məni oxşadırdın? Nə oldu Bəs mənim də bəs? qucuma gəlirdin. Nə Git oldu? xalan qızına. Xalan qızına getsən. Baxır hələ. Git xalan qızına. Melis. Safsızdı bu. Neçəlik deyiləm. Onu görə belə parasızlaşıbdı. Deyirəm mən bu bir ay pandemiya dövründə Məryəm təzə Versən? almışdı. Bir ay rayonda qaldım. Yağmur gələndə Məryəm xanımadım. Tapşırır. Sonra Uşaq baxdım elədi. gəlmir ki, şu an tanımaz. Onu deyim, benim uşaq elədi. Dedi, var necə gəndə yazır, Hə. küsürün deyir. Meskiyə götür evinə, bax ha. Oynamaq istəyir də, istəmir. Oynayır, burası bir şey deyir. İndi öyrəşəcək. Arzu xanım yenə iş başındadır dostlar. Çekiyorum ama sürüz düşməz. Böyle çok büyük olur. Ya da düz vurmamışsın. Doğramıyorlar da yaxşı. Ya da onu sen düz vurmamışsın bence. Göz vurmuş. Qırağındandır. Öyrədirəm qaqa görsən. Amma nəsə orada işlər düz yolunda getmir. Fərid, sən mən Yaqub gedək. Nəysə dostlar, düşəndə gələcəm. Dedim evə, düşəndə gələrəm evə. Qızlar, arxa fonda mahnılarımız gedə-gedə yüksək səviyyədə qəşəng hazırlaşmışıq. Hər şey hazırdır bir yeməkdən başqa. Neçə dəqiqədir mamamı gözləyirəm ki, bu yeməyə gətirsin, yeyək. Neçə dəqiqədir biz yemək gözləyirik. Buna bax deyir ata gələ bə, deyil ona bax. Hiç anaya o kadar sevgi göstermedi, ana zulüm çekiyor. Bu müfteş çok istiyor. Uşaqlara kanı çok istiyor. Artık kalan nəfərdir vəziyyət. Nə sən irəliləyiş var, pişirirsən, pişir. Hə? Pişir. Sağ ol səni ana. Oo, ətimiz ücəyi pişir arkadaşlar. Telefonu da çok hazırdı. Çəkmişəm, gözəl şirniyyat pişirmişəm. Əllərə sağlıq Arzu xanım. Aşkım. Gel gel. Ata sebleşti. Sıyırt kulağını ağrıyacak gel. Atasımın kucağına al. Gel. Sıyırt gel onu dur bana.
Ve gələcək? Yox, sağ ol deyir qaqa. Sağ ol edirsən mi? Gedim. Hə, çıxdı. Gəl bura qızım. Gəl bura. Yorulmaz, gəl bura. Atası, nə almışsan Merisə? O şu şey yoxdur, tacırını tək səndə. Asa bilərəm. Bayaqdan sən demə, Leyla, ağır çəkimlə çəkilmişəm. Qızlar, neçə saatdır video çəkirəm, hamısını ağır çəkimlə çəkilmişəm. Yaqub buna baxır, deyir biz də buradayıq. Deyirəm sən burada nə edirsən? Burada utanıb qalxdın. Burada salam verdi qaçdı. Qaçdı, amma sən buradaydın. Dışarıda keç. Leyla, uşaqlar qucağına açırsan dostlar üçün vlog kanalı. O gün də dedim, dostlar, o vaxtdan deyirəm atacaq qalır. O şəkildə də birləşib Leylanın deyir kanalları, deyir Leylanın kanalının adı nədir? Bacı açmır ki, mən bir sizə deyəm ki, Leylanın kanalı nədir? Söz verirəm bugün açasın. Şu dostlar, Asıl Saadet Hatun bir özü baxsın, nəzarətləsin eləmək lazımdır. çox maraqlı vloglar gələcək. Çünki Leyla'ya bilirəm ki, Leyla əgər bu işə girişdi, onun qabağında heç kim dayana bilməyəcək. Valla, çox qəşəng çəkir də Leyla, çox maraqlı ideyalarla. İnşallah. Verim bir işitində qədər atsaydın, nə qədər idi? Nə istən yenə? Nə? Uy, nədir o? Axır ki, dostlar, Tacir bəy, sən bişirmisən, hə, Tacir? Mən o Macirsən? Hə? Baxışlarımla. Sən bişirdin, hə? Görsən mama? Ver onu mən bişirmişəm öz baxışlarımla. Çolpanın dibinə yığ. Çiğ olan yerindən qaşını qaldırır. O Tacir pişirib onu. Mam söz tapdırını var. Elə gəl biz bir də oturaq. Söygəyə görə indi bunu nəsə düzəlişdiririk. Arzu xanımın əllərinə sağlıq arkadaşlar. Nə oldu az bəyə xaladan qaçırdın? Tanıdın? İndi xalasının qucağına yerə düşmür. Səndən küçük. Qoş, ona bax, deyir qoş. O boyut daralıqla yoxa çıxmır. Amma bilir ki, xalası Xala xəstələnir. azadlıqla gəlir. Hə. Getdi. Vay dədə, nə var? Qassədir. Gəldi. Nəyi? Bu nədir? Nə olub ki? Hə, Melis. Hə. Kakış eləmir. Buraya git, yox, bir şey yox. Çıqqada. Sonra da bakkal sonra. Hə, çıqqada. Vay. Lisa qusaqulili. Xalası çox sağ olaraq xalası. Sağ ol Milsim, sağ ol. Görüşürük. Yenə gələcəm. Yenə Yenə dostlarına gələcəm baxın. Milsim. Gələndə bu dəfə Kərimlə Məryəmlə gətirəcəm. İnşallah ürəyim çox sağ ol Sağ ol həyatım. həyat. Gecən xeyri, yaxşı gəldin. Valla başımız xeyli qazma buna belə. Aparım səni evə. Tutamsan bu qandır aşkım. Haycan. Deyir, dərsən sağ çox üzgündüm. Dərsən sağ çox Xalaya öpücük göndər. Öpücük də göndər. Bye. Bye eləyir görsən. Bye. Şöyle getmə aşkım sən getmə. Ata gəlir. Hə, gəl xalaya bye elə. Bye. Ma bye eləyir. Ağzının şokoladına baxdı. Görüşərik. Ürəyim gecən xeyrə qalsın. Gəl. Xalaya bye elə. Arzu nə deməkdir? Halal xoşun olsun. Hələlik ömrüm günü. Evə çatanda mən xəbər elə. Yaxşı aşkım. Hələlik. Bye. Buna baxma bye deyir. Arzu xanım da. Gəl. Bye. Gör indi evinə yenə sağlıq. Gəl bura. Xoş gəldin. Buraların halına bax. Ev kötür yenə. Sağ olsun qızım. Hay can. Bye. Qızlar baxın soruşursunuz hər səhər Melis nə yeyir? Yumurta, kənd yumurtası. Özünə gələ bilmir. Yumurta yeməsə, Hər səhər yumurta yeməsə bu qız özünə elə gələ bilir ki, bilmir. günə Özü də əysin. belə verirəm ki, özü yesin. Elə yeyəndə daha xoşuna gəlir. Bibisindən sifət edir buna. Tacirə bax. Can. Saydı. Deyir nəsə elə. Bu, mes belə. Uy. Beh. Yumurtanızı da xoş deyirik, maşallah olsun. Qızlar, xahiş edirəm, maşallah yazmağı unutmayın. İştahı təmiz ölmüşdü, indi biraz hələ düzəlib. Yumurta yeyir. Ancaq yumurta yeyir, kartof yeyir, makaron yeyir.
Onu ye kızım. Şurası bu Umut adam böyle. Biz kızlara bay bay eləyir. Bay bay. O bu qaymaq yağı belə hazırlanır. Ağdamda ha bax. Bay bay. Yürü şey Deyirlər ki, şeydir. Yalan sözdür. Kızlar Arzu Hanım'ın bakın şirniyyatı. Sen görəndə sən yadına oturursun. Bembek. Yani dişe vursan diş, başa vursan baş yarılar yani. Hə? Niye? Çox bəşliyim amma deyirsə danışma. Pisləyirəm deyirsə danışma. Olan deyirəm. Mən ürəyim ancaq tərifləyəcəm deyə bir şey yoxdur. Görsən dişləyə bilmədin. Qızlar, o qədər belə şey çıxır ki, daş kimi. Yəni yem, baba buna bax. Baba, basıram ki, yumşalsın. İstəyirdim birinci tərifləyəm, gördüm yox, mümkün deyil. Baba buna daş kimi, həqiqətən də. Baba. Bab denə. Daş deyil bacı. Görsən quruyub dostlar. Bu nə şirniyyatdır. Tarifini demirəm, evdə bişirməyim. Bu nə eləsin? İzləyəcək bunu Elə birisini də sən çıxart üzə. Yox, mən izləyiciyə nətər deyim ki, bunu siz pişirin evdə yeyin daş kimi. Elə birisini də daş kimi də sən pişir, değil mi? Mən bu belə pişirənmərəm. Mən belə pişirə bilmərəm. Bu çox daş kimidir. Mən belə pişirsəm. Ağaç gibi bir şeyler. Yox, belə daş kimi mən pişirə bilmərəm ürək. Onu eləyə bilmərəm mama. Hə, nəsə qızlar, çox demişsiniz ki, mamanın şirniyyatını bölüş, al aşkım, deyə görüm. Bax, daş kimidir, şat işləyənmir, görsən? Subutla, bu da sənə subut. Hə, yəni mən neyniyim qızlar, dediniz bölüş, mən də düzünü bölüşdüm. İndi Arzu xanımın xətrinə dəyə bilər. Bu daş kimidir mama. Olsun da xoşdum ha. Sağ xoşdur, bəs mən? Sən nə bilmə. Bəs mən? Sağ pişirməyib özünə pişir. Eləmir. Hə, Melis. Dünən bu nə şirniyyatdır, daş kimi. Özü məcburiyyətdən yeyir, dostlar. Əslində heç yeməzdi. Ağızlı oğlu, ey. Hə də düzdür, daş kimidir deyə, dişləyən kimi səpələnir ora-bura ki, görsən? Ya, Bu mama. daş kiminin birində sən pişir, birlis pişir, çıxar da ortaya. Niyə pişirim? Ürəyim istəsə pişirərəm. Ay Allah, zülümlə. Yo, şirniyyat sənlik deyil mama. Mən elə bildim sən şirniyyat dadda pişirirsən. Hə, şirniyyat sənlik deyilmiş. Heyf. Sən nə yiyirsən? Ben nə yiyirəm? Nə vaxt yedin? Sən əlindəki nədir? Hanı? Mənim əlimdə şirniyyat Nə var. yiyirsən? Baxın, mənim əlimdə şirniyyat var. Sən nədir ağzındakı? Göstubut elə. Hanı? Görmə, sən göstərim. Mənim əlimdə şirniyyat var. Nə bir əlindəkini bir göstərim. Əlimdə nə var ki? Əl tutuşdur falan. Bunu az. O daş kiminin də biraz bir listini sən pişir, çıxar ortaya. Mən belə pişirənmərəm, başı, mən belə pişirənmərəm. Bilirsən ki, pişirəsən də. Niyə bilmirəm? Bu dəqiqə YouTube-a bax, ürəyin nə istəyir pişir. Nəysə, məndən olub mənə oxşamadınız. Yox, YouTube-a baxaq, nə ürəyimiz istəyir pişirək. Pişir də, bax pişir görüm, ortaya çıxar da. Nəylə? İş odur ki, onu ortaya çıxar da sən. Mən qırağa çıxardıram, mən nə Ama ortaya sen çıxardım? eğer bütün her şey yiyeceğim, o nedir? Alo, denə alo. Televizor altı şkafa bax, sol tərəfdə, axı, böyürdəki balam. Mən sənə alo. Alo elə. Denə alo, nənə. Heç dadlı deyil qızlar. Yəni yeməyə dəyməz, evdə pişirməyib, əziyyət çəkməyin yəni. Yusufum bulacağım. Melis belə yemədi də yəni. Ancaq Geçekti, geçekti. Dine he, geçekti. Dine he. hoşuna gəldi ya. He. Dine he. Ama qoy səni el-oba tərif eləsin. Niyə hə deyirsən? Çok da güzeldi, çok da geçekti. Ben geçek değilsen, niye koymursan yere? Nəyim? Mən bunu məcburiyyətdən yeyirəm. Yeniyim. Sen. Bəli, məcburiyyətdənim. Məcburiyyətdən O yeyirəm bir ki. şey patla getirmemsen, bir şey giyin de eline. Qurba. Abi ona bir pijamadan zaten bir şey bil giysin. Bir nəfər evi dağıtmaqla məşğuldur yenə. Mənə baxın.
qatıb yenə birinə. Niloyası da gəldi. Hamısını bir-bir gətirib yığır bura. Şimdi bir-bir onları oynadacaq. Mahnıza da oxutacaq. Ne oldu? Armudunu yemədin? Ama. Armud. Ama. Hə, armud. Mama. Diri, hə. Biz maşını gətir, maşına mindir, onları gəzdir. Dığındığının hanı sənin maşının? Bip eləyə, gət onları gəzdir orada. Bip. Hadi gətir, indi kuklanı mindir onun üstünə, gəzdir. Niloyanı mindir o bipin üstünə, gəzdir. Götür Niloyanı. Maşın sürüyorlar. Hə, bip. Ne oldu, istemedin onu? Hə, qızım, kitap oxuyursan. Kitap oxuyursan. Hə, can. Hə. Amma, aferin. Aferin. İstədim. Armut da var orada. He, amma da var. Şöyle neynədin? Yatızdırırsan, getirməyəm də yatızdırır qızlar, baxın. Nə ağırlı qızdır bu. Yatızdırırsan aşkım. Sen götürdün mənim yanıma, nə koydun mənim yanıma? Yaparsan. Akkaşıdır, hani akkaşı? Ne kişi akkaşı var? He? Akkaşı geçecekti balamın. Akkasını çıkartabilirsin sen onu. He. Apar o kızlara mahnı oxu. Ay yüzün saç qara göz, ağıllı kuklam benim. Gel elif va oxuyaq, sen şagird ol mən müəllim. Bir de görüm ay gözəl kukla, yoksa seninle danışmaram yoksa seninle danışmaram Kızım indi də günorta yeməyini yeyir, çabab yeyir. Əti belə didmişəm, qızlar belə verirəm. Eləncə yeyir. Hə, paket. Yanında çörək də var. Çörəkdən deyir də qızım. Çörəkdən yeyirsən. Mamam da həmişə kimi neyinir. Qoyub buradan bu gözəl Kitayi kinosunu Türk dublyajı ilə seyr edir. Hələ, çörəklə yaşqım. Çörəklə yaxşı. Yemeğimizi yeyirik, sonra da yatırıq. Hə qızım? Akşama da balama su pişirəcəm, inşallah yer. Ama bu dəfə mama az pişirək qazanda. Az pişirək görək. Çünki keçən dəfə çox pişirdik, qaldı da, heyf oldu. Çörək yemirsən, yar çörək qoyaq mamanın yanına. Ətini ye. Ətini ye. Beh. Beh. İndi də xalalar. Kızım suyunu içir, yatak. İşte kurtardı. Kurtardı. Bye. Yat. Gözünü yat. Ne.
Qızlar, görev başarı ilə tamamlandı. Melis xanım axır ki yatdı. Melisi yatıstırdım. Geldim. İnanırsınız tezlerinden oyanıp buraları yığdım, yığıştırdım. Akşam qonağımız vardı bilirsiniz. Yığdım, yığıştırdım. Hər yeri təmizlədim, qabları yudum. Bayaqdan nə qədər iş görmüşəm. Neyinirsiniz, nə tərdə vəziyyət qızlar? Salamatçılıqdır. Yazmışsınız ki, bəs mən nədə düşürəm? Bilmiyorum ya düşsem. Saçım nədə bax gör. Bakanlar. Hə? Yapıyorlar. Bir də saçım. Yapıyorlardı. Nədə düşürəm sənlə? Adı ben ne bileyim ya düşsem. Sen çeken sana ne gidecek? Bu. Bu necə bilim mən nədə? Oradan bax da. Senden başını çekelim. ya yavaş yavaş kaçır ha. Oradan bax bir dənə. Bu. Nətərəm? Ha, yaxşıdır pala qulaq. Pələqula dünyaya gətirdiyin o dirək. Dostlar. Ağzınızın içinde burnunuzun deşiğini. Mama, özümü çəkirəm. Buradan gedirəm, baş görətə düşürəm. Mama, bir dənə Yaxşı, bax. yaxşı. Gəncə düşürəm. Bu niyə belə çəkilir, solğun? Hı? Mən bu qədər gözələm, mən gözəlliyim niyə belə yansımır? Çok güzelsin görürüm. Nəyi? Ay dede geldi. Ay dede. Dur get yat, dur. Dur get yat mama. İyi. Mama dur şey Ben deyim. neyse ki yapmıyorum. Uykum gelmiyor. Mama dur get yat. Kızlar yazmışsınız ki maman sən Allah çay içməyə. Nə yazıb mama? Yazık var ki mamam çay içende qənd olur orada. Qənd niye olur ki? Valla kızlar Allah hamd olsun bizdə həmişə şokolad olur. İçə bilmirəm. Axşam bir yekələyənə bir şey yapmışam. Tort var evdə. Konfet şokolad var. Prosta ondan içəndə indi elə adət eləmişəm nədirsə. Ancaq kəndlə içir. Bu tacirdir Ləzzət belə. eləmir çay. Tacir elədi. Qardaşım düzdür olanda məsələn şokolad xoşlayır. Murad O dəhşət uşaqlar xoşlayır. içir, amma mən Murad dəhşət xoşlayır. onlar bəzi mən özümü bəyənib aldığım şokolad olarsa ondan içərəm bir stəkan. Amma xoşlamıram. Valla şirniyyat da olur, tort da olur. Özdə bizdə tort heç yeyilmir, amma tort həmişə də olur. Deyə Allah Yeyilməsin. xalqında da var. Bir də yazıblar ki, mamana Ən baş al. ən baş al qızlar. Quranan da olsun biz qədər Valla mamana ən baş vallah alan yoxdur. billah Allaha mənim and olsun. paltarım da var burada. Niyə yox? Saçını gül kimi düzəltdirmişəm, yığıb burada. Mənim anamın Var mı? xasiyyəti budur. Çünki bu insan zəhmətkeş Nə var? insandır. Pırpız açar, tərəf elinə. Onu demirəm. Deyirəm mamam Küçük elinə zəhmətkeş vuran var. insandır. Ancaq valla işi gücü iş görməyə, onu təmizləyim, bunu eləyim. Bir dəqiqə bu arvad oturmur. Allah and olsun, gözləməsin masa. Belə deyərəm, gözləyər. Bak bu niye gülürsen? Bu niye gülürsen? 4 tane kutkan var. 4 tane. 2 tane uzundu. An dolu Allah'a Oğay, Kur'an attı. sağ ucun şeydə olanda da, Ondan aynı sonra- ucunda olanda sapaşkılar aldım, gətirdim. Qızlar, Quran axı mənim mamam həmişə belə bir sansı yaxşısını alıram, prosto geyinmir. Bilsən niyə? Bir əynindən xoşuna gələni Kendilere sen bana bir geyinir. sapaşka aldın. Hə. Ondan sonra 2 kalkot aldın. Aldı da eline gelen ile alırlar. O da alır, bu da alır. Hamısı alır. Hamınız alırsınız. Tek sen almaz ama. Qızlar, Dünən biri də Türkiyədə yazır ki, bu Mama şəhərə şəplə gedir, Damaşqla gedir. Biz şəhərə getmirdik ya, biz evin böyrünə gedirdik. mənim mamam rahatlığına düşkün insandır. Mənim özüm şəpitlə gedirəm. Buraya yəni çünki bizim evin yanındır. Şəhərə Evin çıxsa, hə. yanında ondan tərəyə qalx, yerə var da. İndi də ayın 17-si toydadır. İndi gör nə ceyran olacağı, ceyran. Bəzənib düzənəcək, saç, baş, aparıram salona, saçını düzləşdirir, makyaj eləyir. Sağ sol onda mamamı görəsiniz, hə mama? Görün indi bu xanım hər işdə göstərir sərişdə. Heç olmaz behişdə belə bir mələkdə. Qara qaş gözü. Ay tək gülər. Qızlarım, gəldik videomuzun sonuna. İstəyirəm videomuzu yavaş-yavaş sonlandırım. Çünki biraz yorulmuşam. Melis yatmışkən deyirəm gedim biraz mən də yatım. Hələ videonu vurmalıyam yaddaşa, yaddaşdan YouTube'a yükləməliyəm.
Siz baxanda da mən ürək yatacam. Çox güman. Ya da Melis duracaq, yata bilməyəcəm. Amma nəsə həqiqətən çox yorulmuşam. Bir də sizlə bir mövzu ilə bağlı danışmaq istəyirəm qızlar. Həqiqətən də hədsiz dərəcədə çox yazırsınız, hədsiz çox yazırsınız ki, Səadət xanım, ikinci bəbəş var, bəbəş niyə demirsiniz, niyə belə, niyə elə, gizlədirsiniz, hamının övladı var falan. İnşallah qızlar, tezliklə Allahın izni bununla bağlı açıqlama verəcəm. Yəni ki, çünki hədsiz çox soruşulur, hədsiz çox yazılır. Mən bilirəm, hər birinizin övladınız var. Mən bilirəm ki, mənə zaten göz nəfs salmırsınız. Allah hər kəsin övladını qorusun. Allah hər evdən körpə səsi gəlməyi qismət eləsin. Sadəcə bununla yəni bağlı deyil mənim açıqlama verməməyim. Yəni səhhətimlə bağlıdır. İnşallah ki, hər şey yaxşı olsun, hər şey ürəyimizcə olsun. Açıqlama verəcəm. Yəni sizin bütün suallarınıza, bütün fikirlərinizə aydınlıq gətirəcəm. Amma biraz səbirli olmaq lazımdır. Yəni çalışın ki, biraz səbirli olun. Dediyim kimi inşallah tezliklə bununla bağlı sizə tam ətraflı açıqlama verəcəm. Yəni narahat olmayın. Mən zaten hər dəqiqəmi, hər anımı, hər saniyəmi sizinlə bölüşürəm və sizdən heç bir şey gizlətməmişəm, gizlətmərəm də. Özünüz də bunu çox gözəl bilirsiniz. Sadəcə bəzi şeylər var ki, paylaşılır, bəzi şeylər var ki, paylaşılmır. Yəni bu da sizə necə deyim, güvənmədiyim anlamına gəlmir, sizə inanmadığım anlamına gəlmir. Sadəcə hər şeyin öz yeri var, hər şeyin öz məqamı var. Yəni biraz səbirli olmaq lazımdır. Mən bəzən olur ki, deyirlər ki, məsələn, olduğun kimi, insan öz evində olduğu kimi, məsələn, kameraya yansıta bilməz. Axı, evində tamam fərqlisən. Kamera qarşısında hər bir insana aiddir, tamam fərqlisən. Nə qədər səmimi olsan da, təbii ki, evdə olduğun səmimiyyəti burada göstərə bilməzsən. Bəziləri yalandan danışa bilər, amma bu belədir. Neysə arkadaşlar, bu aralar çox danışa bilmirəm. Həqiqətən də nəfəsim çox pis kəsilir, boğuluram elə bilirəm. İstəyirəm ki, videomuzu sonlandırım. Biraz çox danışdım, başınızı ağrıtdım. Nə yaxşı ki varsınız, nə yaxşı ki mənim izləyicilərimsiz. Həqiqətən də hər birinizə çox sevirəm. Bunu tam səmimi qəlbdən deyirəm. Yaxşı ki varsınız, yaxşı ki mənim izləyicilərimsiz. Əgər kanalımıza abunə olmayanlar varsa, kanalımıza abunə olub, bildirimləri açıb, yorum yazmağı unutmayın. Sizi çox sevirəm. Öpürəm sizləri. Növbəti videoda görüşənədək. Bugünkü videomuzda inşallah sizlər üçün maraqlı oldu. Əlimdən gələni etdim. İnşallah maraqlı oldu. Sabaha amma çox möhtəşəm bir qışqırtma ilə qarşınızda olacağım. Hələlik.